Salam, əziz izləyicilər. Bugünkü videoda çox önəmli və gündəlik həyatımıza birbaşa təsir edən bir mövzudan danışacağıq. Emosiyalar və onların rolu. Yəni, sevinç, minnətdarlıq, ümid, maraq, sevgi kimi hisslər həyatımızda nə qədər vacibdir və bu hissləri necə artırmaq olar? Bütün bu suallara birlikdə cavab tapacağıq. Hazırsınızsa, başlayırıq. Müsbət emosiyalar nədir? Gəlin ilk olaraq anlayışa aydınlıq gətirək. Müsbət emosiyalar insanın özünü yaxşı, enerjili və mənalı hiss etdiyi daxili duyğulardır. Bunlara sevinc, minnətdarlıq, ümid, maraq, fəxr, rahatlıq və sevgi kimi hisslər daxildir. Bu emosiyalar bizə sadəcə özümüzü yaxşı hiss etdirmək üçün deyil, həm də psixoloji, fiziki və sosial rifahımızı artırmaq üçün lazımdır. Elmi baxış Brondon and Bild nəzəriyyəsi. Psixoloq Barbara Fredrickson bu mövzuya çox maraqlı bir nəzəriyyə ilə yanaşır. Broaden and Build, yəni genişləndir və qur. Onun fikrincə, müsibət emosiyalar bizim düşüncə və davranış çərçivəmizi genişləndirir. Daha yaradıcı oluruq, daha açıq fikirli düşünürük və problemlərə daha müsbət yanaşırıq. Bu emosiyalar zamanla bizdə emosional və sosial dayanıqlıq yaradır. Müsbət emosiyaların bəs faydaları nədir? Bəs bu hisslər konkret olaraq bizə nə verir? Psixoloji faydaları. Depressiyanı və stresi azaldır, həyatdan məmnunluğu artırır, özünə inam və daxili motivasiya yaradır. Fiziki faydaları. İmmuniteti gücləndirir, qan təzyiqini tənzimləyir, yuxu keyfiyyətini artırır. Sosial faydaları. Münasibətləri yaxşılaşdırır, komanda işində uğur gətirir, empatiya və anlayışı artırır. Yəni bir sözlə, müsbət emosiyalar bizi daha sağlam, xoşbəxt və güclü edir. Praktik üsullar. Müsbət emosiyaları necə artıraq? İndi isə ən vacib yerə gəldik. Bu hissləri gündəlik həyatımızda necə yarada və gücləndirə bilərik? 1. Minnətdarlıq gündəlik yazın. Hər gün axşam 3 şey yazın. Bugün nəyə görə minnətdarsan? Məsələn, bugün gözəl hava oldu, bir dostum mənə zəng etdi, özümə vaxt ayıra bildim. Təşəkkür məktubu yazın. Sizə kömək edən birinə təşəkkür məktubu yazıb, şəxsən oxuyun. Bu, həm sizə, həm də qarşı tərəfə güclü emosional təsir göstərəcək. Gülün və gülmək üçün imkan yaradın. Gülmək bədən üçün təbii stres dərmanıdır. Komediya izləyin, dostlarla zarafat edin. 3 yaxşı şey məşqi. Günün sonunda 3 yaxşı hadisəni və niyə baş verdiyini qeyd edin. Bu, diqqətinizi neqativdən müsbətə yönəldir. Təhsil və iş mühitində müsbət emosiyalar. Əgər siz müəllimsizsə və ya bir iş yerində rəhbərsizsə, müsbət emosiyalar yaratmaq ətrafdakıların performansına birbaşa təsir edir. Bir məktəbdə tətbiq olunmuş təşviq sistemi nəticəsində şagirdlərin dərsə marağı və davamlılığı artmış, stressləri azalmışdır. Bir şirkətdə isə həftəlik təşəkkür sistemi işçilər arasında münasibətləri gücləndirib, məhsuldarlığı artırıb. Balansı unutmayın. Bəli, müsbət emosiyalar çox vacibdir, amma toksik pozitivlikdən də qaçmalıyıq. Yəni, hər zaman özümüzü məcburən xoşbəxt göstərmək, problemləri inkar etmək bu sağlam deyil. Həyat balansdan ibarətdir. Həm müsbət, həm də neqativ hisslər bu insan üçün normaldır. Sonda nə öyrəndik? Müsbət emosiyalar bizim gündəlik həyatımızı gözəlləşdirir, beynimizi inkişaf etdirir, münasibətlərimizi gücləndirir və həyatımıza daha çox məna qatır. Unutmayın, hər gün biraz daha çox minnətdarlıq, biraz daha çox sevgi, biraz daha çox ümid bizi daha yaxşı bir həyata aparır. Əziz dostlar, əgər bu video sizə faydalı oldursa, bəyən düyməsini basmağı və kanala abunə olmağı unutmayın. Rəylərdə yazın, sizin gündəlik həyatınızda sizi xoşbəxt edən 3 şey nədir? Gələn videolarda daha maraqlı psixoloji mövzularla görüşəcəyik. Özünüzə yaxşı baxın, emosiyalarınızı sevin.